hansı ölkədən xoşu gəlmir, ona mütləq bir sanksiya tətbiq edir, vergilər, o gömrük rüsumlarını artırır. Bu əslində iqtisadi müharibə deməkdir. Yəni bütün müharibələrin ən mühüm o səbəblərindən, ən mühüm hədəflərindən biri ölkələri iqtisadi cəhətdən çöktürməkdir. Amerikada İrana heç bir o bomba, heç bir raket atmadan çöktürməyə çalışır. Məncə də, yəni belə deyək, daha effektli, ən effektli silah da budur. Çünki ora raket atarsa, ora bomba yağdırarsa, dinc insanlar da rəhmətə gedər, ölər. İranda da bilirsiniz ki, bugün elə bir hakimiyyət gəlib orada, elə bir insanlar orada hakimiyyəti götürüblər ki, hətta Xameneyi belə onlarla bacarmır. Açığı Sepahla mənim hesab edirəm ki, Xameneyinin də bacara bilmir. Xameneyini də görüb satmır onlara. Bunu mən niyə elə deyirəm? Siz bilirsiniz ki, bu yaxınlarda Amerika ilə İran arasında münasibətləri düzəltmək üçün Türkiyəyə dövrəyə girmişdi. Türkiyəyə vasitəçilik eləmək istəyirdi. İran da bununla razı idi. Hətta Araqçı, yəni İranın Xarici İşlər Naziri bu məqsədlə Ankara'ya getmişdi və orada çox ciddi bəyanatlar vermişdi. Amma üzərindən bir müddət keçəndən sonra İran tamamilə öz fikrini dəyişdi. Belə görsənir ki, İran rejiminə, yəni o dini rejiminə kimlərsə təsir elədi ki, İran bu birindən vaxt keçdi. Mən də olan məlumata görə, mən bu cənubda qardaşlarımızla da söhbət edirəm, bu haqda onların analitikləri ilə də bəzi müzakirələrim olub. Onların da iddialarına görə burada o Xameneyinin, ümumiyyətlə din rejiminin, o dini hakimiyyətin başçısını kəsən Sepah oldu. Sepah çünki o hesab edir ki, Amerika ilə aparılan müzakirələr nəticə etibarilə Sepahın başında çatlayacaq. Çünki Amerikanın əsas tərəflərindən biri də Sepahın ləğv olunmasıdır. Əgər Türkiyə ilə aparılan müzakirələr daha da dərinləşsəydi, təbii ki, artıq Sepahın məsələsi də müzakirə predmetinə çevriləcəkdir. Bunun da qarşısını almaq üçün Türkiyədə o görüşün keçirilməsinin qarşısı alındı və o görüş Omanın paytaxtına keçirildi. Və nə deyildi? Deyildi ki, biz yalnız bir məsələni müzakirə edə bilərik, nüvə proqramı. Halbuki bu nüvə proqramı 2015-ci ildə də siz bilirsiniz, B5 üstəgəl bir formatında müzakirələr getmişdi. Yəni bura daxil idi, həmən B5 o üstəgəl 1-ə daxil idi, BMT-nin 5 təhlükəsizlik Komitə Şurasının üzvləri, bir də Almaniya. Onlarla bərabər bir müzakirə aparmışlar, yekun bir nəticəyə gəlmişdilər. Amma sonra nə oldu? Sonra Trump 2017-ci ildə hakimiyyətə gələndən sonra, bir il sonra o İranla bağlanan o müqaviləni tanımadı, hər şey yenidən sıfırdan başladı. Yenidən o müzakirələri, o hədəfləri yenidən gəlmək, yenidən onu müzakirə eləmək nə işə yarayacaq ki, o Trump zaten onunla hesablaşsaydı, onunla razılaşsaydı, 2018-ci ildə onu ləğv eləməzdi. Belə çıxır ki, İran müzakirələr aparmaq niyyətində deyil, müzakirələri davam etdirmək, belə deyək ki, onunla baş qatmaq, vaxt qazanmaq niyyətindədir. Bəs bununla nəyə nail olmaq istəyir? İstərsiniz belə bir sual çıxır ortaya. Bununla görünən budur ki, İran Amerika ilə döyüşə hazırlaşır. Amma niyə döyüşə hazırlaşır? Yəni sən əgər bir adamla döyüşə hazırlaşırsan da ən azı onun qədər güclü olmalısan və yaxud ondan daha güclü olmalısan. Amma bilirik ki, İranla Amerika arasında qüvvələr nisbəti müqayisə olunmaz dərəcədə fərqlidir. İran olduqca zəifdir. Yəni bir qarışqa ilə filin o döyüşünə bənzəyər İranla Amerikanın döyüşü. Buna baxmayaraq döyüşə həvəsli kimi görsənir. Səbəb nədir? Məncə burada bir neçə səbəb var. Bunlardan biri odur ki, o İrandakı o Sepah qüvvələri onsuz da bilirlər ki, əvvəl-axır onların ləğvi məsələsi gündəmə gələcək, onların yazılandırılması məsələsi gündəmə gələcək. Ona görə də bu məsələni o gündəmdən çıxarırlar və o Amerika ilə İranı döyüşə cəlb edib, özləri o şələ-şürələrini, loru dilindən desək, öz sərvətlərini götürüb İrandan qaçmaq istəyirlər. İndi İrandan qaçmaq üçün niyə İran dağılmalıdır? Ona görə
ona görə dağılmalıdır ki, onların mənimsədikləri, onların yol verdikləri korrupsiyanın üstü açılmasın, başa düşülməsin. Yəni bir yer ki, dağılır, artıq orada heç nəyi təsbit eləmir. Nə qədər orada pul xərclənib, nə qədər silah alınıb, nə qədər orada tikintilərə pul verilib, vəsait xərclənib. Bunları müəyyənləşdirmək mümkün olmadığına görə İranı darmadağın dağılmasından yana var. Və ona görə də o Amerika ilə İran arasında ziddiyyətləri daha da böyütmək, müharibəyə yol açmaq istəyirlər. Bu səbəblərdən təbii ki, biridir. Digər bir səbəb odur ki, Çin bu müharibənin aparılmasının tərəfdarıdır. İranla Amerika arasında müharibə olarsa, bu müharibə Çinə daha tez, daha gec çatacaq. Çünki Çin başa düşür ki, İrandan sonra növbə ona gələ bilər. Çünki get-gedə Çinin yaxın ətrafı bir zərərsizləşdirilir. Rusiyanın başı müharibəyə qarşı, İran indi müharibəyə qarışacaq və yəqin ki, qısa bir müddət ərzində İran deyilən bir dövlət qalmayacaq və yaxud terror ki, o məkanına, obyektinə çevriləcək və onun heç bir əhəmiyyəti qalmayacaq. Artıq orada vəziyyəti daxili qüvvələr bir-biri ilə döyüşərək həll edəcəklər. Necə ki, İraqda, necə ki, Əfqanistanda, necə ki, Suriyada baş verir bu hadisələr. Bu vəziyyətdə Amerikanın İran problemi də ortadan qalxacaq və Amerika rahatlıqla Çinə hücum etmə imkanı əldə edəcək. Ona görə bu müharibənin nə qədər çox uzanması, bu müharibədə nə qədər çox itki verilməsi o Çin üçün daha yaxşıdır. Əgər İranla belə deyək ki, Amerika anlaşsaydı, bu müharibə olmayacaqdı, daha rahatlıqla Çinə keçmək olacaqdı. Yəni, faktiki olaraq Çin burada belə deyək, bir poligon qazanır. O yeni bir döyüş məkanı qazanır. Amerika ilə hesablaşmaq üçün bir poligona ehtiyacı var və bu poligon olaraq da İranı seçir. İran nə gündədir ki, öz ölkəsini hansısa güclərin poligonuna çevirir. Yəni, burada təbii ki, insanlar öləcək, burada sivil vətəndaşlara böyük zərbə dəyəcək, burada iqtisadiyyat darmadağın olacaq. Üstəlik artıq İranda iqtisadiyyat da darmadağın vəziyyətdədir. Bilirik ki, artıq 40%-dən artıq inflyasiya vardı, hətta inflyasiyanın $6.000 qədər qalxacağı ehtimal olunur ki, bunu da İran iqtisadiyyatçılarının özləri deyirlər. Belə bir zamanda bir də müharibə, bir də ölüm, onsuz da İran iqtisadiyyatı darmadağın vəziyyətdədir. Bir də bu müharibənin gəlməsi istər-istəməz onun vəziyyətini daha da çətinləşdirər. Amerikanın 25% o gömrük vergisinə gəlincə, tətbiq elədiyi gömrük vergisinə gəlincə, bu o deməkdir ki, dünənə qədər Çin İranla iqtisadi əməkdaşlıq edirdi. Bu səfər Çin də onunla əməkdaşlığa son qoyacaq.